Ben bir daha bütün tədbir iştirakçılarını salamlayıram. Əslində tədbirimizin ssenarisinə müdaxilə etməyəcəyim bu bir qayda olaraq. Burada tədbirimizdə şagirdlərimizlə, valideynlərimizlə yanaşı bizim peşəkar müəllimlərimiz, Sadi müəllim, zəhmət verəcəm bura uşaqlar bir görsünlər hamısını var. Və eyni zamanda keçmiş hərbi rəhbərimiz Mehdi müəllim və Azərbaycan Yazıçılar Birliyinin üzvü şair Esmira xanım. Və bunlar gəlməkdə olsunlar, mən Taliyə xanım başda olmaqla bütün tədbiri təşkil edənlərə öz təşəkkürümü bildirirəm. Çıxış edən bütün şagirdlərimizə hamınıza əhsən, hamınıza beş. Çalma alətlərində deməli, çalanlar, ifadə eləyənlər, eyni zamanda nəğmə oxuyanlar, şeir ifadə eləyənlərin hamısına bir daha təşəkkürlər. Dəvət üçün mənə bir günlərim dəvət eləmişdi. Əbəlfət Məqrəm Məktəbin direktoru. Təşəkkürümü bildirirəm. Burada iştirak edən, çıxış edən, eyni zamanda mahnı oxuyan bütün şagirdlərin hamısına öz təşəkkürümü bildirirəm. Həqiqətən çox yaxşı təşkil olunmuşdu. Onu hər tərəfli təşkil etmişdilər. Ona görə də çox razı qaldıq. Şagirdləri ola bilsin, 5-də 6-da oxuyanda Sadi müəllim bilmirəm, onlara dərs deyibsə tanıdılar. Qalanları isə sizin əksəriyyətinizin ata-anası burada oxuyanların hamısının müəllimidir Sadi müəllim. Buyurun Mehdi müəllim. Mehdi müəllim buyurun. Əvvəla salamlayıram hamınızı və Əbifət müəllimə minnətdarlığımı bildirirəm dəvətə görə. Sağ olsun, bütün tədbir iştirakçıları, həm də zəhmət olanlar. Çox əla təşkil olunmuş muzikçilərimiz də sağ olun, sizə uğurlar gələcəkdə və üstümüzə gələn dünya Azərbaycanlılara həmreylik günü və yeni il bayramınız mübarək olsun. 218 nömrəli məktəb mənim üçün doğmadır. Artıq bu məktəbdə ikinci dəfədə qonaq oluram. Bu dəfə Bəxtiyar işığına toplaşmışdıq. Ədəbiyyatın bir Bəxtiyar zirvəsi var. Şairin öz sözü ilə desək, bədii əsər xalqın onu bəyənməsi qədər yaşayır. Bəxtiyar Vahibzadə ömründə elə yaradıcılıq nümunələri yaratdı ki, bax, özünün yoxluğunda da xalqın ürəyində yaşayır. Xalq şairini kitablarıyla, əsərləri ilə, keçmişindən bu günə miras qoyub getdikləri ilə yaşadır. Təşəkkür edirəm dəvətə görə və bu zalda əyləşən bütün şagirdlərə təşəkkür edirəm ki, ədəbiyyatımızı belə ürəkdən sevirlər. Nə xoş bizə ki, Allah bizlərə Bəxtiyar zirvəsini yaşamağı nəsib eləsin. Nə xoş bizlərə ki, bugün bu tədbirin bir hissəsi olduq, bir parçası olduq. Tədbiri ərsəyə gətirən bütün müəllim kollektivinə də təşəkkür edirəm. Gözəl anlar, gözəl xatirələr yaşadıq. Və bir şair olaraq mən də məktəbizə əlboş gəlməmişəm. Zəfər qoxusu antologiyamla birlikdə gəlmişəm. Bu dəfə sizlərə Zəfər qoxusu antologiyamı hədiyyə edəcəm. İcazənizlə bir şeir səsləndirmək istəyirəm öz yaradıcılığımdan.